Axı deməli hazırda ilmiyan vardayam. İnşaatçılarda bilirsiniz ki, neçə gündür mən helyum şar axtarıram, mənim vacib lazımım idi. Neçə saat inşaatçıları gəzmişəm, gücbəla ilə bir helyum şar tapmışam, almışam. Gəlmişəm ilmiyan varda metrodan çıxıram. 2 dənə eşek boyda kişi atam yaşladılar. Durub arxadan şarı partladılar. Söndüm, qayıtdım, dedim ki, bunu niyə partladırsınız ki? Deyir gözümüzə girir. Dedim gözünüzə girir, adam kimi deyin ki, çəkim qırağa da eşek boyda kişisiz, dedim, şar partladırsınız. Getdim, pulumu da aldım. Deyir gəl gedək sənə şar alın. Dedim elə şey yoxdur. Sən kimsən ki, səndən harasa getib əliyəm. Bax, əsəbləşəndə də danışa bilmirəm. Deyirəm ki, mənim pulum ver, mən buna 6 pul vermişəm. Gedirəm təzədən mən şarımı alam. Dirəşim ki, yox, gedək məndən bir yerdə mən sənə şar alım. Dedim sən kimsən, mən səndən getib eləyəm. Axır gücbala ilə bir təhər əl əsəsi 6 manatı verib ki, hə gedal bu nədir ki, bundan ötürü anlayırsan. Başa salmağa çalışıram ki, 6 manat heç nədir. Sadəcə olaraq mən neçə 2-3 gündə axtarıram da, yoxdur heç yerdə. Əziyyət çəkmişəm, getmişəm, o boyda yolu gəzmişəm, almışam. 2 dənə eşek boyda küçük qanmazlar elə bir. Gəlib şar partladılar, ayıb olsun.